Xanımlar, sizə nədən danışım? Mən heç qaş sabitləyən insan deyiləm. Qaşları sabitləməyi sevmirəm. Amma deyəsən artıq sabitləyəcəm mən də. Ümumiyyətlə elədir də, insan etmədiyi, sevmədiyi şeyi haçansa nəyisə görəndə edir də. Yəni bunu görüb etməmək mümkün deyil. Təsəvvür eləyin, belə deyim də, mən eşitmişdim ki, qızlar deyirlər ki, məsələn, palçıq kimi olur, ağarır falan belə. Bizim Faberlic'in bu möhtəşəm qaş sabitləyicisi nə ağardır, nə palçıqlıq verir. Qoxusu da ki, çox gözəl, möhtəşəm, zərif çiçək ətridir, qəşəng qoxusu var. Tərkibi B5 vitamini ilə zəngindir. Belə deyim də, qaşlarınızın tüklərini qidalandıracaq, tökülmədən qoruyacaq. Yəni qaş gelləri var ki, yəni sabitləyici falan serumlar, çox şeylər var ki, vurursan qaşlar falan, kipriklər tökülür də. Yəni bu tökülmənin qarşısını alır, qidalandırır. Nə bilim, laminasiya effekti verir. Belə zərif çiçək qoxusu möhtəşəmdir. Çox bəyəndim, dəhşət bəyəndim. Bunların ikisi də zakazdır. Təbii ki, gələn sifarişdə mütləq birini də özümə vuracağım.